Diqqətiniz məndə olsun. Sual. Peyğəmbər gündə 5 vaxt namaz qılırdı, yoxsa 3 vaxt? Siz Allah 5 vaxt qılırdı. Zöhrlə əsrin və məğriblə işa namazlarının arasını ömrü boyunca yalnız 1-2 dəfə cəm edib. Bu, hətta bizim kitablarımızda da mövcuddur. Hələ də bizdə müstəhəb sayılır. Cənab kitablarımızda da yazılıb ki, 2 namaz arasında saat yarım, yaxud 2 saata qədər fasilə olsun. Bu, indi də fiqhi risalələrdə mövcuddur. Gedin oxuyun da, amma oxumursunuz, ona görə də bilmirsiniz. Sual, bəs Peyğəmbər bu məsələni necə əsaslandırdı? Dedi, ümmətimə vaxt geniş olsun deyə. Yəni 5 namaz vaxtını birləşdirib neçə etdi? 3 vaxt. Nəyə görə belə əsaslandırdı? Təəbbüdü olduğuna görə, yoxsa həyat və onun idarəsi ilə bağlı praktik səbəblərə görə? Bax, buradan dedi, əgər işiniz, məşğuliyyətiniz yoxdursa, onda neçə vaxt qılın? Yox, əgər işləriniz, ticarətiniz, sənayeniz və istehsalınız bundan zərər görürsə, yəni vaxt darlığı yaranırsa, ümmətinin vaxtı daralmasın deyə onları neçə etdi? Neçə etdi? 3 vaxta çevirdi. Bu məsələ sırf təəbbüdü deyil ki, çünki Peyğəmbər hər iki yolu da etdi. O, hər iki işi, yəni 2 fərqli qaydada qılmağı təəbbüdü və qeybi səbəblərə görəmi etdi, yoxsa praktik və əməli səbəblərə görə? Hansına görə? Praktik və ictimai səbəblərə görə.